Görsən Qasım necə abırlı qızdır. Dilavərin qızından 1000 dəfə yaxşı. Adamı küçədə görəndə adamın üstünə gəlir. Hər dəfə də görəndə əzilib bizlə. Qoşu neyinir? Qoşunu nə vaxt evləndirirsiniz, görsən? Deyirəm ki, Məmməd ağa bu cür qızı çölə atırsa heç vaxt çörək tapmayacaqdır. Heç vaxt. Qoşu, sən belə də qalx yuxarı. Bizim otaqlarımız da var. Ay qızım, keç səri dincəl. Sonra bir şey fikirləşərik də. Gedərəm Bakıya, sənin üçün iş taparam, işləyərsən, pulun olar, ayaqların üstündə dayanmağı bacararsan ondan sonra. Keçin çəri. Otağımız çoxdur, gör hansını bəyənirsən, onda da qal. Qoşu, apar. Apar, qoşu. Otağı göstər də. Gedək. Benisi. Get qızım, get dincəl, yorğun olarsan, yeri. Get. Nəsə dedin? Kim dedi? Nəsə dedin? Heç nə demədim, deyirəm yeri. Apar, qızı apar, otağın göstər. Apar. Sən bu da ayağınızı çıxardın. Kimi qızdır? Deyirəm, ay Qasım, bu həyatda qızını atıb gedən atalar öz ürəklərini yarımçıq qoyurlar, ürəklərini boş qoyurlar. Həyat qəribədir. Dolanır, fırlanır, qayıdır, gəlir, mümkündür. Bugün qızını atıb gedən ata, sabah elə qızının olmadığı boşluqdan yaxılacaq. Düz. Deyirəm, mən özüm. Qız istəyirdim, mənim özümün qızım olmaqdan. Görəm, kimlərin qız oldu, qədrini bilmədi. Görsən? İndi sən bu qədər şeyin içində hərrəni fırlanıb mənə söz atırsan. Yox, yox. Biz nağayrıq da qismət olmadı da. Şükür, Allah birin verdi, gül kimi də hamının balasından yaxşı. Zulumla, zillətlə böyütmüşük qoşumu. Zarafat edirəm da, Agəbər, o mənada demirəm. Deyirəm ki, yəni, qız uşağı həm anadır, həm həyat yoldaşıdır. Və sən özün də elə mənim həm həyat yoldaşımsan, həm də mənim qızımsan. Doğrudan. Qasım, ay Qasım, sən canım məni sevirsən? Az get əynivə bir şey at, hava soğuqdur, pencəkdən zaddan at, yeri. Qadasını alaram, sevirik. Bu sevdiyin demirəm, bax elə verə bildirir. Da nə deyəcək bundan ayrıldıq? Üstüvə bir şey at, soyuqdur. Ta sevir da lan. Nə deyəcək? Qadan alaram sən. Sən də özünü çox soyuğa vermə, tez gəl evə.